48 48 48 sətr. məndə ətrafdə. Çox böyük cavab veriblər orada. 48 cavab. 8-də 49-lar idi. Cədvəldə A, B, C, D, E, F təpələri və onlar arasında yollar verilmişdir. Cədvələ əsasən A və F təpələri arasında ən qısa yolun uzunluğunu müəyyən edin. A-dan başlasın, gəlsin F-ə. Sonuncu məntəqə nədir? F-dir. F-ə hardan daxil olur? F-ə 2 yol daxil olur. Belə baxsaq. B-dən daxil olur, bir də D-dən daxil olur. Biz də qısanı götürək, D-dən daxil olanı deyək. F deyək. Yəni sonuncu belə olacaq da. İndi baxaq görək F-ə. F-ə 3 yol daxil olur. C-dən, Y-dən, F-dən. F-i qeyd eləmişik, yəni DF demişik. Yerdə qalır Y ilə C. Buradan da C-ni götürək. CDF deyək. A-dan da C-yə daxil olsa, A-dan C-yə daxil olsa. A, C, D, F bizə nə verər? A-dan C-yə 2. A-dan C-yə 2 verər. C-dən D-yə 1 verər. D-dən F-ə də 1 verər. 4 olar. Belə baxanda 4. Cavabda da 18 veriblər. Nə verib? Cavab 18. 18 verir. Amma heç bir yolun uzunluğu 18 eləmirdi. 18. 18. Olmaz o 18. Niyə 18 olsun? Səhv olar da uşaqlar, yəqin səhvdir. Ola bilər. Qoy bunu qeyd eləyək, yadımızda qalsın. 48-ci sual. Burada 4. Siz də 4 tapmışdınız. Bəli. Bəli. Qısa 4 olacaq da. Burada başqa... Yaxşı, bu 48, bu olsun 4. Bu belə. Yəni, bunu bilirsiniz, qraf şəklində təsvir edə bilərsiniz. Qraf şəklində təsvir edib də tapa bilərsiniz. Qısa olaraq bu şəkildə də edə bilərsiniz. Bu belə. 49-cu sualda bizə deyir, qonşuluq matrisinə əsasən A təpəsindən Y təpəsinə isə müxtəlif yolla getmək olar. Baxaq. Bunun qrafın qursağı əgər demək A-dan B-yə yol var. A-dan C-yə yol var. A-dan B-yə və C-yə yalnız ikisinə yol var. Həzər. Bax, 1 varsa bunların kəsişməsində demək yol var demişik. 0 varsa yol yox. İndi A ilə B arasında qarşılıqlı əlaqəyə baxırıq. Qonşuluq matrisinə aid cədvəldə. Qonşuluq matrisində 1-dir. Həmçinin A ilə C-nin kəsişməsi 1-dir. Demək A-dan B-yə, A-dan C-yə yol var. B-dən C-yə yol var. B-dən C-yə yol var. Qeyd elədik. B-dən D-yə yol var. Buradan da bir D qeyd eləyək. B-dən D-yə yol var. Ondan sonra C-dən C-dən D-yə yol var. Bunu da qeyd eləyək. C-dən D-yə yol var. Və C-dən Y-yə yol var. Yeni də burada qeyd eləyək. C-dən Y-yə yol var. Onu da bildik. D-dən Y-yə yol var. Onu da qeyd elədik. Və Y-dən heç bir yerə yol yox. Y-yə yol gəlir, amma Y-dən harasa getmir. Yəni, bu o demək. Baxın, Y ilə bağlı hamısı sıfırdır. Y ilə bağlı hamısı sıfırdır. Bu o demək deyil ki, yəni Y-yə yol gəlmir. Sadəcə olaraq Y-dən çıxmır. İndi, A təpəsindən Y təpəsinə. Baxaq, görək. A-dan Y-yə neçə müxtəlif yolla gedə bilərik? A-dan ümumiyyətlə Y-yə 2 yol daxil olur. Bir C-dən, bir də D-dən. Və A-dan 2 yol çıxır. B-yə, bir də C-yə. Bax, bu şəkildə deyə bilərik. Bax, məsələn, A, B, bax, A, B, D, Y deyərik. A, B, D, C-yə deyə bilmərik.
Ona görə ki, D-dən C-yə yol yox. D-dən C-yə yol olsaydı götürə bilərik. A, B, D-yə deyə bilərik. Ondan sonra A, B, C-yə deyə bilərik. A, B, C-yə deyə bilərik. A, B, C, D-yə deyə bilərik. A, B, C, D-yə deyə bilərik. B ilə bağlı bu qədər. C ilə bağlı. A-dan C-yə A, C, D-yə deyə bilərik. A, C, D-yə deyə bilərik. Bu şəkildə. A, C-yə deyə bilərik hətta. A, C-yə. Vəssalam. Vəssalam. Yəni bu qədər. A-dan Y-yə 1, 2, 3, 4, 5 müxtəlif yolundan getmək olur. Bu şəkildə də eləyə bilərik. Hətta bunun qrafını qurduqdan sonra belə də deyə bilərik buna. Problem yoxdur. Məsələn, A başlanğıcdır. 1 götürərsən bunu. B-yə 1 yol daxil olur. O da A-dandır. B-ni 1 götürərsən. C-yə 2 yol daxil olur. Bir A-dan, bir B-dən. Hər biri 1 olduğundan C olar 2. Düzdür. D olar. D-yə 2 yol daxil olur. Bir B-dən, bir də C-dən. D ilə C-nin əmsalı 1-dir, 2-dir. Bu oldu 3. Y-yə 2 yol daxil olur. D-dən, bir də C-dən. 2 ilə 3 sənə nə verir? 5. Deməli, A-dan Y-yə 5 müxtəlif yolla gedə bilərsən. Bu şəkildə də eləmək mümkündür. Bu belə. 50-ci sualda bizə nə deyir? Qonşuluq matrisinə əsasən A təpəsindən, F təpəsindən neçə müxtəlif yolla getmək olur? Burada ümumiyyətlə F-ə yol daxil olmur axı. Fikir verirsiniz. Burada F-ə yol daxil olmadığına görə A-dan F təpəsinə heç yol getmir ki. A yolu istənilən təpədən F təpəsinə yol getmir. Bunun qonşuluq matrisinin qrafını qursaq əgər, bunun qrafını qursaq, F yalqız təpə olacaq. F yalqız təpə olduğundan A təpəsindən F təpəsinə, yəni yol yoxdur. Tək A-dan yox, digər təpələrdən də F təpəsinə yol yoxdur. Yəni 0. Bu tipli suallarda uşaqlar həmişə fikir verin və məsələn bu 0-dırsa da bu artıq bunu qonşuluq matrisindən görmək olursa bunun qrafını qurmağa ehtiyac yoxdur. Həzər, sadəcə olaraq baxırıq, bax, F ilə A-nın, B-nin, C-nin, D-nin, Y-nin, F-in kəsişməsində hamısı 0-dır. Hamısı 0-dırsa, demək F-ə yol daxil olmur. F-ə yol daxil olmursa, A-dan F-ə neçə müxtəlif yolla getmək olar? 0. Bu da belə. Yaxşı. Başqa? Məndə 58-də səhv çıxıb. Məndə də. 58-ə baxaq şuraya. Bunun qaydasını demişdik keçən dəfə. Elə neçə dənə səfə var burada? 15 dənə. On beş dənə təpə sənə düzuzaqlı cədvəldə qonşuluq matrisində nə verir? 225-də elə. 225. Bəli. 225. Bəs neçə dənə də tilin var? 19 dənə. Mən saydım 19 çıxdı məndə də.
Onu mən də saydım 19 oldu. Yaxşı. Sənin 19 dənə burada filin varsa, neçə dənə birin var? 38 2 dənə. öğrenci. Bəli, 38 dənə 38. birin var. 225-dən 38 çıxdı, düz gəlmədi, yoxsa necə? Bəli. 38 fərqli. 187 eləyir, amma cavabda da 91 verir. Cavabda 91 verir. Cavabda 91 verir. Bu sualda deyəsən təzəvvür olunmuş. 2-də çarpımsız qoyun. Necə? Bəli, onun əvvəlki sınavda yerində alınmış. Bu suala cavab səhvdir məncə. Yaxşı, bu qalsın. Bu qalsın, mən buna baxarım. Bu biraz qraf xoşuma gəlmir. Mən bunu qeyd edeyim. Bundan vaxt itirməyək də indi. Bu mən qeyd edərdim. Biraz dəqiqləşdirməmiş səhv demək olmur. Yəni, səhv deyib fikrindən keçməyək də. O, mən dəqiqləşdirim deyəm. Yaxşı. Başqa? 59'a da bakardık. Hı-hı. Yaxşı. Bax, Həzər, demək, diaqonal üzrə, bax, diaqonalı çəkə bilsəm indi. Yəni də. Aha. Diaqonal üzrə simmetrikdir. Xətt çəkdiyim diaqonaldır. Bunun hər iki tərəfində olan xanalarda olan verilənlər simmetrikdir. Yəni, necə simmetrikdir? Bax, tutaq ki, A2-yi buradan götür, buradan da A2-yi götür. Bax, burada olan eynidir. Deyək ki, bax, burada olan eynidir. Nə bilim, axı, burada olan eynidir. Eyni olmalıdır da, yəni. Bax, A4 üçün bax, burada X2 var. Bax, deyək ki, X1-i tapdıq. X1 nədir? 1-dir da, buradan görülür. X2 nə olacaq bəs? 0. Bax, bura. O da 0 oldu. A4'de. Ayso. X3 bəs? X3 nə olacaq? Ve, benim o da 1 oldu. Yok 0. 1. 1 olacaq. 1 oldu. Bəs X4? X4 0. 0. X5? X5 1 oldu. 0. Yok 1 olacak benim 1. Bəli. Belə deyək də, bax, bu hara düşəcək? Bura düşəcək. Ben. Yaxşı. Bax, belə. Artıq 1-i də bildin, 2-ni də bildin, 3-ü də bildin, 4-ü də bildin, 5-i də bildin. Səndən zəmin istəyir. X1 1 idi, X2 nə idi? 0 idi. 0. X3 1 idi, 2, X4 0 idi, X5 də 1 idi, 3. Bu da belə. Başqa?
67'ye baxardıq demək. Qrafa əsasən təpələrin nömrələrlə əvəz olunmuş, çəki matrisi tərtib edilmişdir. Qrafın təpələri və nömrələr arasında uyğunluğu müəyyən edilir. Qrafın 5 dənə təpəsi var, 6 dənə təpəsi var, cədvəldə də 6 nömrə var, ədədlərlə, yəni işarələnib. Hər bir nömrənin qrafın hansı təpəsi olduğunu bilməliyik, uyğunlaşdırmalıyıq. Bunu necə uyğunlaşdırarıq? Bax, məsələn, burada 1 var, ha. Ümumiyyətlə, bizdən nəyi soruşur? Bizdən F-i soruşur, Təpələr. Hə, bir də D-ni soruşur. F soruşur, D-ni soruşur, bir də C-ni soruşur. F-in baxırıq, burada 3 təpə ilə qonşudur F. Biz F üçün burada 3 qonşusu olan, yəni cədvəldə 3 qonşusu olan nömrəni axtarmalıyıq. F nə ola bilər? F2 ola bilər. F2 ola bilər. İlk baxışda 3 ola bilər. 4 ola bilər. Ondan sonra B-ni soruşur bizdən. B həmçinin. Fikir versək, burada B üçündə B də 3 təpə ilə qonşudur. Yenə cədvəldə 3 qonşusu olan nömrə axtarmalıyıq. Yenə 2, 3, 4 ola bilər. Və nəhayət gəldik C-yə. Həmçinin C. C-nin də 3 qonşusu var. O da 2, 3, 4 ola bilər. Burada. İndi C-nin qonşularından biri A-dır. A-nın bir dənə qonşusu var. Baxa görə bu 2, 3, 4-dən hansının bir qonşusunun bir qonşusu var. Məsələn, 2-yə baxsaq, əgər C2 olsa, əgər C2 olsa, 1 ilə qonşudur. 1-in bir dənə qonşusu var, o da 2-dir. 3 olsa, əgər C3 olsa, 3-ün 3 dənə qonşusu var. Və yaxud da 4 olsa, yox, 3-ün qonşuları nədir? Bax, 4-dür. 4-ün 3 qonşusu var. 5-dir. 5-in 2 qonşusu var. Bir də 6-dır. 6-nın da 4 qonşusu var. 4-ə baxsaq, 4-ün qonşuları 2-dir. 2-nin 3 qonşusu var. 4-ün qonşusu 3-dür. 3-ün 3 qonşusu var. 4-ün qonşusu 6-dır. 6-nın 4 qonşusu var. Deməli, C nədir? C bildik ki, 2-dir. Onu bildik. Digərlərindən 2-ni silək. İndi B ilə F-dən biri 3-dür, biri də 4-dür. B ilə F-in arasında fərqlərə bax, ha. Bu arada B elə biri olmalıdır ki, o C ilə qonşu olsun. Yəni 2 ilə qonşu olsun. Amma F 2 ilə qonşu deyil. Bunu nəzərə almalıyıq. Daha asandan geçsək, yəni. B elə bir rəqəmdir ki, elə bir nömrədir ki, C ilə qonşuluğu var. Amma F-in C ilə qonşuluğu yoxdur. İndi C ilə qonşuluğu olan 3-4-dən hansıdır? Yəni 2 ilə qonşuluğu olan hansıdır?
4'dür da. Elə. Bəli. Aha. Bəli. Onda belə çıxır ki, B4 qrafa baxsaq əgər, biz C-ni tapdıq, C-ni müəyyən elədik ki, 2-dir. Eyni zamanda qrafa baxırıq ki, C ilə qonşu olan D-dir. F deyil. Ona görə də 2 ilə qonşu olan demək avtomatik B olacaq. 3-dən 4-dən hər hansısa birindən. Baxırıq cədvələ, cədvəldə 2 ilə qonşu olan 3 qonşu deyil, amma 4 qonşudur. Onda belə çıxır ki, B 4-dür. B 4-dür. C-də yox. F-də 3-dür. Bax bu şəkildə. Yaxşı. Belə. Həzər, sən ümumiyyətlə bunun məntiqini tutdun da yəqin ki. Bəli, mən. Əla. Başqa da problemimiz olub. Həzər, 70-ci sualı yazmışsan. Bəli, mən. Necə yazmışsan? De görüm. Rəqəmlərdən 70 dövizdən uyğunluğu istəyir. Dəyişik uyğunluğu müəyyən edin. 1, 2, 4 rəqəmlərdən neçə üç rəqəmli ədəd düzəltmək olar? Rəqəmlər təkrarlana bilər. Mənim onlar təkrarlanmanda, yəni rəqəmlər düzəldərək tapdım. Neçə rəqəm düzəlir? Necə tapdın? De görüm. Bəli, deyim. Birinci rəqəmlərdən məsələn 110 bir dəqiqə mənim deyim. Rəqəmlər düzəldirəm deyə. De 12. görüm. Bəli. Mənim orada rəqəmlərdən düzəldirik birincində, onda 27 dənə rəqəm alınır. Necə bildin ki 27 dənə alınır? Necə bildin? 14, 124, 42 belə düzəldə getdim. 27 dənəsini elə düzəltdin. Bəli. Bax Həzər, 3 rəqəmli ədəd deyir sənə. Bax bu şəkildə qeyd elə. Sənin əlində 3 dənə rəqəmin var. 1, 2, 4'dür bunlar. Bu rəqəmlərdən istifadə eləməklə neçə rəqəmli ədəd düzəldirsən. Bax, A-nın yerində özü deyir ki, rəqəmlər təkrarlana bilər. Təkrarlana bilərsə problem yoxdur ki. A-nın yerində 3-dən 3-ünü də işlədə bilirsən. Vurulsun. B-nin yerində 3-dən 3-ünü də işlədə bilirsən. Vurulsun. C-nin yerində 3-dən 3-ünü də işlədə bilirsən. Bu sənə nə verir? 27. Bu üsulla elə. Yaxşı. Bəli, mən. Ay sağ ol. Şimdi bunu ikinci Mikail desin bizə. Bu birinci idi 27. 0, 1, 2 rəqəmlərindən düzəlmiş, 2 rəqəminin təkrarlanmadığı və ya heç olmadığı neçə ədəd düzəltmək olar deyə bizdən. Yenə A, B, C yazsaq. Deməli, 0-ı birinci ədəd yerində işlədə bilmərik. Bəli. Ona görə də biz burada
götürə bilərik biri. Mən məsələn biri götürmüşəm. 2-ni də işlədə bilərəm də bir də təbii ki. Daha sonra B-nin yerində deyil. Əslində burada 2 hal var deyə mən əslində toplamışdım burada. Bəli, 2 halın ikisini də hesablayıb axırda toplamalısan. İkisini də denən. Tamam. Birinci halda A-nın yerində 2-ni işlətmirəm. Yəni bir dənə 1-i işlədirəm. Yəni sonra deməli B-nin yerinə də Sonra işlətmə, A-nın yerində 2-sini işlətdir. mən birinci 2 olmayan haldaydım, ona görə yox. 2 olan haldan başlayayım ondan. 2 olan haldan başlasaq, A-nın yerinə 1-dən 2-ni qoya bilərəm, ona görə 2 yazıram. B-nin yerinə 2 getdiyi üçün 0-dan 1-i yaza bilərəm, yəni 2 ədəd olur, dəfə 2. Bir də C-nin də yerinə yenə 2 olmur, 1-dən 2 olur, dəfə 2. Bu elədi 8. Halımız var. Digər halda nə edirik? 2-ni işlətməliyik ümumi olaraq. A-nın yerinə yalnız 1-i qoya bilərəm deyə 1 dəfə. B-nin yerinə 1 və ya 0-ı qoya bilərəm deyə 2 dəfə. C-nin də yerinə 1 və ya 0 qoya bilərəm deyə 2. 4 elədi. 8-lə də 4-ü topluyorum, 12 edir. Bəli, aydındır. Burada uşaqlar, ikinci sualda 2 rəqəminin təkrarlanmadığı. Birinci 2 rəqəminin təkrarlanmadığı və ya heç iştirak etmədiyi. Birinci halda 2 iştirak eləyir, amma təkrarlanmır. Burada 8 dənə düzəlir. Bax, iştirak eləyir, təkrarlanmır. İkincində isə 1 vurulsun, 2 vurulsun, 2. Burada isə 2 ümumiyyətlə iştirak eləmir. Biz 0 və 1-i götürürük, 2 dənə rəqəmi götürüb 0 və 1-dən 3 rəqəmli ədəd düzəldirik. 2 dənə halın ikisini də ayrı-ayrı tapdıqdan sonra toplayırıq. Üçüncünü də desin, please. 0, 1, 2, 4 rəqəmlərindən rəqəmləri təkrarlanmayan neçə 3 rəqəmli ədəd düzəltmək olar? Yəni ABC yazırıq. Deməli 0 işlədə bilmərəm. Ona görə də A üçün 3 hal mümkündür. 3-ü vururam. Sonra 0 işlətmişəm. 3 dənəsi qalıb, 3 rəqəm qalıb, yenə vururam 3-ə. Və 3 rəqəmdən birini işlədəndə 2 rəqəm qalır. 3 vurulsun, 3 vurulsun 2, o da 18 edir. Bəli. Burada da 18. Bax, burada 3-cü sualda demək 4 dənə artıq rəqəmimiz var bizim. Deyir ki, bu 4 rəqəmdən rəqəmləri təkrarlanmayan neçə 3 rəqəmli ədəd düzəldə bilərik? ABC şəklində yazsaq, 0, 1, 2, 4-dən A-nın yerində biz 0-ı işlədə bilmirik. Ona görə 3 yazırıq. Yəni 1, 2, 4-ü 3 dənəsini işlədə bilirik. B-nin yerində 1, 2, 4-dən 1-in A-da işlətmişdik. Qalmışdı ikisi. Yəni 3-ündən qalmışdı ikisi. Bir də 0-ı birincində nəzərə almamışdıq. Oldu 3. B-nin yerində oldu 3. Gəldik C-nin yerinə. C-nin yerində də artıq A və B-də bu dördündən A və B-də ikisini işlətdiyimizə görə ikisi qalır. Bəli, burada da olur nə? 3 vurulsun 3. Vurulsun 2, o da bərabərdir 18. Bax, bu şəkildə.